Salam əziz Android Texnopark izləyiciləri. Bugün sizə YouTube'a qoyulmuş videolara subscribe butonunu yerləşdirməyi öyrədəcəyik. Yəni abunə ol butonunu yerləşdirməyi öyrədəcəyik. Elə isə çox vaxt itirmədən keçək video dərsliyimizə. Brauzerlərdən birini açırıq. Mən Google Chrome brauzerini işlədirəm və bu brauzeri açırıq. youtube.com saytına giririk və burada ana sayfa bölümü altında kanalın bölümü var. Bura klik edərək video yöneticisi açılacaqdır. Burada video yöneticisine vuraraq aşağıya gəlib kanal bölümünə daxil oluruq. Və kanal bölümünə daxil olduqdan sonra aşağıda marka birinciliği oluşturma butonu var. Bura klik edərək biz abunə ol butonunu yerləşdirə bilərik. Bunun üçün bizə filigran əklə bölümünə yerinə daxil olmaq lazımdır. Və daxil olduqdan sonra Web the File seçirik. Burada hər hansı bir şəkili seçməliyik. Nəzərinizə çatdıraq ki, əziz izləyicilər, bu butonları siz internetdən köçürə bilərsiniz. Mən bəzilərini özüm düzəltmişəm. Prosta ölçülərini böyütmək falan bunları özüm etmişəm. Sizə də məsləhət görərdim ki, daha böyük ölçü seçəsiniz ki, videoda qəşəng görsənsin, gözə çarpımlı olsun. Mən 1200x800 seçəcəm ölçü. Nəzərinizə çatdıraq ki, şəklin ölçüsü 1 MB-dan artıq olmamalıdır əziz izləyicilər. Yoxsa şəkil yaddaşa köçürülməyəcək və videolarınızda görünməyə bilər. Və kaydet bölümünə klik edirik və bizim abunə ol butonunun ölçüsü 1 MB-dan artıq olmadığına görə uğurlu alındı. Və görüntüləmə zamanı əziz izləyicilər, burada 3 hissə verilib. Mən burada tüm video seçsəm, sizə də bunu seçməyi necə deyərlər, məsləhət bilərdim. Və burada güncəllə bölümünə vuraraq şəkili, abunə ol şəklini, butonunu videomuza yerləşdirə bildik. İndi isə yoxlamaq üçün hansısa bir videoya girək. Kanalın bölümünə yenidən daxil oluruq. Video yöneticisine daxil oluruq və buradan hər hansısa bir bölməyə, yəni video bölümünə daxil olub yoxlaya bilərik. Məsəl üçün altın dəyərində 3 Android uygulaması. Yeri gəlmişkən əziz izləyicilər, bu videolarımıza da baxsaz yeni bir özünüz üçün bilik əldə edə bilərsiniz. Və aha budur. Əziz izləyicilər, subscribe üstünə gəldikdə 2 abunəm olduğunu göstərir və bu o deməkdir ki, bütün keçdiyimiz əməliyyatlar tam dəqiqliklə yerinə yetirilib. Ümid edirəm ki, bu video sizin üçün yararlı olacaq əziz izləyicilərimiz. Videomuzu bəyənməyi, kanalı abunə olmağı və yorum atmağı unutmayın. Ümid edirik ki, mən sizə bu video ilə kömək edə bildim. İnşallah gələcək dərslərimizdə sizə daha da əlimdən gəldiyi qədər kömək etməyə, necə deyərlər, canla başla hazıram. İnşallah nə qədər sualınız varsa yorum bölməsinə yazaraq əlimdən gəldiyi qədər sizə kömək edəcəm. Allah'a emanet olun. Android Texnopark təqdim etdi.